Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün dekabrın 21-dir və dekabrın 22-sinə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Ayın 21-dən 20-sinə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz isə 7-9 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 8-13 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 3-8 dərəcə şaxta, gündüz isə 3-8 dərəcə isti olacağı gözlənilir.